Frank adlı bir mədən işçisi mədəndə işdə olarkən qəribə bir heyvan onu dişləyir. Evə gələndə isə bunun xəstəliyi get-gedə pisləşməyə başlayır və özündə quduzlaşıb vəhşiləşmə prosesinin getdiyindən şübhələnir və özünü evin içində bir otağa bərk-bərk bağlayır. Uşaqlarına da tapşırır ki, nəyin bahasına olursa olsun qapını açmasınlar. Təbii ki, uşaqların anası da olmur, daha əvvəl ölmüşdür. Bir müddətdən sonra Frankin balaca oğlu da xəstələnir. Böyük oğlu isə qapını döyərək atasına balaca qardaşının xəstələndiyini bildirir. Atası o balaca uşağı da öz yanına çəkir və qapını bərk-bərk bağlayır və yenə də nəyin bahasına olursa olsun qapını açmamağını söyləyir. Təbii ki, atasının vəziyyəti get-gedə pisləşməyə başlayır, sanki bir heyvana çevrilmiş kimi vəziyyət alır. Onun böyük oğlu isə hər gün normal bir şəkildə məktəbə gedir gəlir, lakin bunun müəlliməsi daim onun üst başının kirli olmağından və üz gözünün cızıq olmağından şübhələnərək evdə şiddət gördüyündən şübhələnir. Bu barədə gedib direktora məlumat verir. Direktor isə bu uşağın evinə gəlir, evin içinə girir, valideynlərə səslənir, lakin heç kim cavab vermir. Evin içində gəzən zaman bərk-bərk bağlı bir otaq tapır və bu otağın qapılarını açaraq içəri daxil olur. Bundan sonra isə filmdə hadisələr hara əcələnəcəyini və necə olacağını siz filmi izlədikdən sonra biləcəksiniz. Film çox mürəkkəb, qorxu gerilim janrında mükəmməl bir filmdir. Filmin adı isə Antlers, yəni türk dilində boynuzlar deməkdir. Film 2021-ci ilin filmidir. Ona görə internetdə axtaran zaman yanına 2021 də yazsanız filmi daha asan tapacaqsınız.